Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Türkiyədə inqilab hərəkəti siyasi bir oyundur. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Türk-Turan dövlətin 400 milyon Türkün birləşməsi üçün əlindən gələni edir. Bunun üçün narahat olan Amerika, Çin, Fransa, Yunan, PKK, Erməni, Fars, Ərəb, Almaniya. Narahatlıqları ondan ibarətdir ki, Böyük Türkistan dövləti yaransa, bunlar razılaşmada Türkiyə Birləşmiş Türk sözünü dünyada nail olduğu üçün hər hərəkətdə Türkiyə ilə razılaşmağa da məcburdular. Onun üçün siyasi oyunu birinci işə salan Qəzzada farslar İsraili əzmək istədi ki, Azərbaycana dəstək olmasın. Ataların bir misalı var, ilanın başını əzmək lazımdır. Farslar da bu siyasəti işə salaraq İsraili əzmək istədi ki, Türk dilli dövlətlərin yanında olmasın. Fars öz siyasətindən qorxaraq, Kərkəz körfəzindən əsaslanaraq Farsların qolları kəsilibdir Suriya ərazisində. Və farslar bu siyasəti yürüdərək Türkiyə qarşı böyük siyasət yürüdəcək və yürütməkdə davam edir. Farslar Afrikadan uran gətirir, Yəmən ərazisindən keçərək Suriya ərazisi, İraq və gələrək İran ərazisinə daxil olur. Onun üçün blokadiya salmaq üçün birinci İranın bütün ərazisində, ərazi sərhəd yanı ölkələrlə imzalanmış hərbi sənayesində və yaxud da ticarət sənayesində siyasi hərəkətin davamında İranın blokadiya salıb ondan sonra Güney Azərbaycanın müstəqilliyini əldə etmək mümkündür. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, İranın keçən yoludur Suriya. Onun üçün Suriya İrana çox vacibdir. Mən hər zaman demişəm, bugün də deyirəm, İranın bütün türk dilli dövlətlərdə siyasi hərəkəti dayandırılmalıdır. Dini, siyasi çıxışlar dayandırılmalıdır. Türkiyənin Azərbaycanın tərkibində olan Fars Molla rejiminin radikalları çıxışları dayandırılmalıdır və onlar kəşfiyyat xarakterli insanları ələ keçirtmək üçün, əsasən gənc nəsli, ələ keçirtmək üçün öz siyasi, hərbi məqsədlərində və dini molla rejimin altında ələ keçirdiyi gəncləri özünə əskər sayır. Onun üçün Azərbaycan Respublikası da hər tərəfli, hər bir əsil Azərbaycanlılar Azərbaycan dövlətinin təhlükəsizliyi üçün və əlindən gələni etməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü və daxili siyasi, xarici siyasətini qorumalıdır. Hər bir Azərbaycan vətəndaşı hansı ölkədən bir zərrər qədər təhlükə hiss edirsə, onun məlumatı verməlidir dövlətimizə. Əziz və hörmətli xalqım və dəyərli soydaşlarım, İran Molla rejimin Azərbaycanda, Türkiyədə siyasi hərəkəti dayandırılmasa, İranın siyasi hərəkəti gələcəklərdə təhlükə ya mənbəyinə çevriləcək. Onun üçün gənc nəsillərin savadlı təhsilə yönəlmək və müəyyən işləri, müəyyən əsaslanan və qıraqdan gələn siyasi oyunların, molla rejimin nişanaları, simvolları, singərləri ölkəmizdə qadağan olmalıdır. Azərbaycan Respublikası Karaya rejimi kimi hərəkətə keçməlidir. Azərbaycan Asiya torpaqlarında ipək yollarından biridir. Azərbaycan, Əfqanistan və Güney Azərbaycan ərazisinə keçən yollarının nəzarətindən dünya səviyyədə olan bir nəzarətin, siyasi hərəkətin sirki niyyətdə olanları qorxuya salıbdır. Türkiyə, biz Türk dünyası olaraq etnik millətçilik etmirik. Sadəcə bəllidir ki, bütün sahillərdə Türk deyəndə İranı qorxuya salır. Yəni, bugün Fars özünə Fars deyirsə, Türk özünə Türk deyir. Burada bir qorxulu bir şey yoxdur. Hərə öz millətçiliyini təqdim edir. Amma yer üzü azaddır. Yer üzü Tanrı
nəzarətində olan bir ərazi bütövlüyüdür. Etnik söhbəti yayma siyasi hərəkətdir. Etnik olmaz. Əsas dünyada insanlıqdır. Amma Molla rejimi uzun illərdir ki, Türk dünyasının üzərində çirkin siyasət yürüdür. Yunanistanı, PKK-nı ermənilərə dəstək olur. Onun üçün bu Fars rejiminə son qoyulmalıdır. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Türkiyədə baş verən inqilab siyasi hərəkəti Azərbaycana daxmaq istəyirlər. Onun üçün hər bir Azərbaycana səslənirəm, vətəndaşına səslənirəm. Ölkəmizə, millətimizə dayaq olun, dövlətimizi qoruyaq. Üsrəngli bayraq bizim azadlıq rəmzimizdir. Dövlətimizi ulu yaradan Tanrı qorusun. Amin.